Salam əziz abituriyentlər, bugün mən adjektivi izah edəcəm. Z görmüşəm və başa düşürəm ki, D üstünlük dərəcəsini göstəricisidir, superlative degree. Və təbii ki, tək hecalar üçün S, qarşıda D-ni unutmayaq və çox hecalar üçün the most-u istifadə etməliyəm. Aha, baxıram ki, more R bir cümlədə gəlməz, sildim. Most S bir cümlədə gəlməz, sildim. D verdiyi üçün R-dən istifadə etmərəm təbii ki və near adi dərəcədir, the nearest doğru olacaqdır. Davam edirəm, nöqtələrdən sonra isim gəlib təkdə sayıla bilən. Qarşısında article var. More R bir cümlədə gəlməz, sildim. Article-dan sonra D highest ola bilməz, sildim. Üstünlük dərəcəsi üçün D lazımdır, sildim. Və very adi dərəcənin açar sözdür. Very, to, so, such, quite, rather enough. C-ni də siləndən sonra adi dərəcə pozitiv degree seçməliyəm. Gedirəm 3-ə. Dən gördüm müqayisə dərəcəsi və başa düşürəm ki, müqayisə dərəcəsini göstərmək üçün mən sifətin sonuna tək hecalarda R, çox hecalarda isə more artırmaqla düzəldəcəm. More-la R bir cümlədə gəlməz, sildim. Dən olduğu üçün most-u sildim. S-i sildim və most-u dərhal sildim. Doğru variantım A variantına gedəcəkdir. Dən görmüşəm müqayisə dərəcəsidir. Və tək hecalar, çox hecalar morla düzələcəkdir. Most-u sildim və adi dərəcəni silməliyəm. Zəng gəlibdir, müqayisə dərəcəsi olmalıdır. Üstünlük dərəcəsini silməliyəm. More interesting olar, çünki movie gəlib təkdə və sayıla biləndir. Sənə article lazım idi, article D variantı verib, doğru variantım oydu. Dən gəlibdir, mən bilirəm ki, kökdən dəyişikliklərimiz var. Good, better, the best, bad, worse, the worst, little, less, the least, much, many, more, the most. Müqayisə dərəcəsi üçün təbii ki, mən burada ya worse ya better görməliydim kökdən dəyişikliklər üçün. Hamısını sildim, mənə qalan yalnızca worse olacaqdır. Davam edirəm. Əzəz gördüm, başa düşürəm ki, əzəz adi dərəcə üçün bənzətmək, not əzəz və ya not so əz isə fərqləndirmək üçün istifadə olunur. Mən adi dərəcə üçün more'u sildim, the most'u sildim, S-i sildim və R-i sildim. Doğru variantım adi dərəcələrcə olacaqdır. Dən görmüşəm müqayisə dərəcəsidir. Adi dərəcəni, üstünlük dərəcəsini sildim, üstünlük dərəcəsini sildim. Başdan sonra mütləq ki, more olmalıydı. Verməyib, sildim. C variantını götürdüm. Müqayisə dərəcədə açar sözlər much, a little, a bit, far, a lot olacaqdır. Müqayisəni etmək üçün zəm bağlayıcısından istifadə edirlər. Amma deməli, diqqətli olmaq lazımdır ki, much interesting ifadəsi tamamilə yanlış olardı. Burada mütləq ki, more gəlməlidir ki, mən D variantını doğru götürüm. Getdim dənə. Və deməli, müqayisə dərəcəsini yenə göstəricisidir. Adi dərəcəni, üstünlük dərəcəsini və much-ı dərhal ataram, çünki much more olmalıydı. Siləndən sonra doğru variantım B variantı olaraq götürəcəm, davam edirəm. Əzəzdir, adi dərəcədə pozitiv degree üçün arada verilən adjektiv təbii ki, nə olmalıdır? Təbii ki, pozitiv degree olmalıdır. Məhz bu səbəbdən more'u, R-i, most-u və S-i çıxandan sonra adi dərəcə yalnızca D variantı qalacaqdır. Davam edirəm. Əzəz gördüm adi dərəcəni ifadə edir. Most-u, R-i müqayisə dərəcəsi, S üstünlük dərəcəsi, more müqayisə dərəcəsini çıxandan sonra adi dərəcə yalnızca variantı qalacaqdır. Əzəz yenə adi dərəcəni görürəm. Təbii ki, most-u, more-u, much more-u və yaxud da ki, most-u siləndən sonra adi dərəcə mənə yalnızca Y variantı olacaqdır. Götürdüm. Davam edirəm. Yenə əzəz gördüm və başa düşürəm ki, əzəz adi dərəcədir. S-dir, more-u, R-i siləndən sonra doğru variantım D-yə gedəcəkdir. Dən gördüm müqayisə dərəcəsidir. Və başa düşürəm ki, more-la R bir cümlədə gəlməsi much heavier olardı. O səbəbdən sildim. Most-u dərhal siləndən sonra adi dərəcəni də silirəm, doğru variantım A variantına gedəcəkdir. Yadımda saxlayıram ki, sonu Y, O, W və R-lə bitən sifətlərin də müqayisə dərəcəsi R kimi olacaqdır. Çox hecalı olsalar belə. Məhz bu səbəbdən də baxın, heavy veribdir və onun müqayisə dərəcəsi məhz heavier şəklində olacaqdır. Davam edirəm, dən gördüm və S-dir,
S-di, most-du və adi dərəcəni sildim. D və C variantı arasında qalanda başa düşürəm ki, tall tək hecalıdır. Ona görə də olmalıdır taller. O səbəbdən C-ni sildim. Doğru variantım D variantı olaraq qalacaqdır. D-ni gördüm, müqayisə dərəcəsidir və adi dərəcəni most-du və more bir cümlədə gəlməz. Sildim. Doğru variantım A variantına gedəcəkdir. Əzəz gördüm, adi dərəcə idi. Eri, S-di sildim. Doğru variantım Y variantına gedəcəkdir. Den gördüm, müqayisə dərəcəsidir. Moru, eri bir cümlədə verə bilmərəm, sildim. S-di sildim, much cheaper olmalıydı. Much özü bu şəkildə tək işlənə bilməz. Sildim, adi dərəcəni sildim. Doğru variantım Y variantına gedəcəkdim. Davam edirəm, den gördüm, müqayisə dərəcəsi. Much easier olmalıydı. Sildim. S-di sildim. Təbii müqayisə dərəcəsidir. More bir cümlədə gəlməz. Sildim və adi dərəcəni siləndən sonra doğru variantım C variantına gedəcəkdir. 19-da boy görmüşəm təkdə və s. biləndə mənə mütləq artikel lazımdır. Artikel lazım olduğu üçün mən yalnız Y-yə və D-yi saxlamalıyam. D və E olduğu üçün. The best silent ola bilməz, the most silent olmalıydı. Ən yaxşı sakit ola bilməz, ən sakit ola bilər. Yeni siləndən sonra doğru variantım D olacaqdır. Den gördüm, müqayisə dərəcəsidir və most-u more bir cümlədə gəlməz, sildim. Much lower olardı, sildim. Adi dərəcəni siləndən sonra doğru variantım da olaraq götürəcəm. Den görmüşəm, müqayisə dərəcəsidir. S-di, most-du, much sunnier olardı, sildim və sunny təbii adi dərəcədə sildim və doğru variantım C variantına gedəcəkdir. Den gördüm, müqayisə dərəcədir. More bir cümlədə gəlməz, sildim. Most-u sildim, üstünlük dərəcəsini sildim və adi dərəcəni siləndən sonra doğru variantım müqayisə sweeter olacaqdır və getdim, davam edirəm. Den gördüm, müqayisə dərəcəsidir. S-di, much colder olardı, sildim. More bir cümlədə gəlməz, sildim. Adi dərəcəni siləndən sonra doğru variantım C-yə gedəcəkdir. Den görmüşəm. Müqayisə dərəcəsidir və başa düşürəm ki, most-u silməliyəm və yaxud da ki, S-di silməliyəm, adi dərəcəni silməliyəm. İkisi arasında qalanda aydın olur ki, cold tək hecalıdır. Məhz bu səbəbdən colder olmalıdır. Siləndən sonra Y variantını doğru variant olaraq götürürəm. Ben gördüm, müqayisə dərəcəsidir. Oradan bir cümlədə gəlməz. Most üstünlük dərəcəsi olaraq silirəm. S-di sildim. Hot adi dərəcə olaraq silirəm. Hotter doğru variant A variant olaraq götürəcəm. 26-da den gördüm və başa düşürəm ki, müqayisə dərəcəsi most-u more bir cümlədə gəlməz, sildim və adi dərəcəni sildim. S-di sildim. Doğru variantım Y olacaqdır. Den gördüm, müqayisə dərəcəsi kökdən dəyişilənlərimizə müraciət eləməliyəm. Good, better, the best, bad, worse, the worst, little, less, the least və much, many, more, the most. More worse bir cümlədə gələ bilməz, dərhal sildim. Bədi müqayisəsi lazım idi den verdiyi üçün. Worse-ün üstünlük olduğu üçün, worse üstünlük olduğu üçün müqayisəmiz worse-dədir götürdüm. Və in görmüşəm, üstünlük dərəcəsidir. Dərhal yadıma düşür ki, S-də olmalıdır. Təbii ki, D-ni də qarşıda unutmayaq və yaxud da ki, most olmalıdır. Və in, at, on, one of, have ever, has ever, had ever və among üstünlük dərəcəsinin açar sözləridir. Dərhal more'u sildim, much'ı sildim, vere'ni sildim və adi dərəcə üçün talkative'i sildim. Deni zaten özü veribdir. The most talkative doğru variant bu variantıdır. Sophia is as clever as her brother. Mən dərhal A variantını götürə bilərəm. Çünki deyir ki, Sophia öz qardaşı kimi ağıllıdır. Is cleverer than her brother olmalıdır. Yəni uzun sözün qısası burada cleverer olmalıdır. Sildim. Əzəzin arasına təbii ki, üstünlük dərəcəsi girməz, sildim. Əzəzin arasında müqayisə dərəcəsi girməz, sildim. Is much cleverer olmalıydı. D variantında məhz bu səbəbdən sildim. Yadımda saxlayıram ki, sonu R, O, W və Y ilə bitən çox hecalı sifətlər belə R ilə düzələcəkdir müqayisə dərəcədə. Əzəz gördüm, adi dərəcədir təbii ki, eri, moru, S-di və S atandan sonra doğru variantım adi dərəcəyə gedəcəkdir. Əzəz gördüm, adi dərəcə eri, S-di, eri, S atandan sonra adi dərəcə D variantına gedəcəm əlbəttə ki. 32-yə baxıram, den gördüm, müqayisə dərəcəsi və dərhal başa düşürəm ki, ya mən ya da ki, more görməliyəm. Most-du
Morer bir cümlədə gəlməz, sildim. Adi dərəcəmi siləndən sonra B variantına gedəcəm. Dən gördüm. Müqayisə dərəcəsi də adi dərəcəni mostu və more bir cümlədə gəlməz. Atandan sonra doğru variantın wiser olacaqdır. Very gördüm. Başa düşürəm ki, mütləq adi dərəcədir. Very, to, so, such, quite, rather, enough. Bunlar adi dərəcənin açar sözləridir. Every, esti və eri atandan sonra adi dərəcəni götürəcəm. Əzəz gördüm adi dərəcənin göstəricisidir. Esti, eri. Esti atandan sonra C variantını doğru götürəcəm. Adjective istəyir. Sadəcə sözləri bilməlisən. Burada təbii ki, different, müxtəlif, village, kənd, maşın, şəhər və divan. Yəni sadə sözlər verilibdir. Təbii ki, C variantını doğru götürəcəm. Dən görmüşəm, müqayisə dərəcəsidir. Kökdən dəyişilənlərimiz üzrə veribdir. More-la bir cümlədə gəlməz, verse bir cümlədə gəlməz. Sildim. Verse üstünlük dərəcəsidir, sildim. Verse üstünlük dərəcəsi sildim. Bəd adi dərəcə, müqayisə dərəcəmiz verse idi. One of gördüm, üstünlük dərəcəsinə getməliyəm əlbəttə ki. Və much diligent ola bilməz. Much more diligent olardı, amma bu da üstünlük dərəcəsinə uyğun deyildi. Adi dərəcə kimi idi. Və dərhal C-ni də sildim müqayisəyə görə. Müqayisə üçün more'u da sildim. Adi dərəcəni siləndən sonra doğru variantı niyə gedəcəkdim? One of gördüm, üstünlük dərəcəsidir. O səbəbdən much'ı, more'u və much'ı siləndən sonra doğru variantım niyə gedəcəkdir? Davam edirəm. Dən görmüşəm. Müqayisə dərəcəsi. Esti və more bir cümlədə gəlməz. Sildim. Adi dərəcəni sildim. Much higher olmalıydı. Sildim. Doğru variantını götürəcəm. Not so görmüşəm. Təbii ki, is not so adi dərəcənin açar sözüdür. So, to, quite, such, rather, enough adi dərəcə dərhal yadıma düşürməz. Bu səbəbdən esti. More bir cümlədə gəlməz zaten. Sildim. Esti. Atıram və doğru variantım olacaqdı adi dərəcə. Müqayisəni də atandan sonra əzəz gördüm adi dərəcədir. Mostu, moru və esti. Eri atandan sonra adi dərəcə Y variantını götürəcəm. Adi dərəcə əzəz gördüm və esti, moru, esti və eri atandan sonra doğru variantım adi dərəcə üçün A variantı olacaqdır. Əzəz gördüm adi dərəcə. Eri, estiləri atandan sonra adi dərəcəni götürdüm. Dən gördüm müqayisə dərəcəsi və much more olardı. Məhz bu səbəbdən dərhal sildim. Mostu. Adi dərəcəni atandan sonra A variantı more interesting götürdüm. Cake gəlib təkdə və s. biləndə. Yaddan çıxartmaq sənə mütləq article lazımdır. Article yalnızca bax, Y variantındadır və digərlərində yoxdur. Dərhal sildim. A tasty cake doğru variant Y variantına gedəcəkdim. One of gördüm, üstünlük dərəcəsi və başa düşürəm ki, the best diligent ən yaxşı çalışqan ola bilməz, ən çalışqan olmalıydı. Mostda burada desin verməyibdir, burada da verməyibdir. Dərhal silərəm. More müqayisə dərəcəydi, silirəm. The diligent isə adi dərəcədir, sadəcə the most diligent burada doğru variant idi. Isn't of görmüşəm. Təbii ki, üstünlük dərəcəsinə gedəcəkdir. Cold üçün desi yoxdur. O səbəbdən dərhal sildim. Cold adi dərəcəydi. Cold təkcəlidir, most ola bilməz, müqayisə dərəcəsi getməz təbii ki, of-a görə və the coldest season of the year. Anyway, she is, isim gəlib təkdə sayıla biləndə. Sənə tək lazım olan şey, article burada veribdir, more-la bu cümlədə gələ bilməz, much cleverer olmalıydı, dərhal sildim. Veridən sonra müqayisə dərəcəsi gəlməz, sildim və the cleverest olmalıydı, variantını siləndən sonra adi dərəcə a clever student doğruydu. Davam edirəm. Have ever üstünlük dərəcəsini açar sözdür. Məhz bu səbəbdən də much, more, the best, beautiful, ən yaxşı, gözəl deyə bilmərəm. Ən gözəl deyərəm. Adi dərəcəni siləndən sonra ən gözəl, the most beautiful-u doğru götürdüm. So, as təbii ki, adi dərəcəyə gedəcəkdir və more, esti, eri və mostu siləndən sonra adi dərəcə A variantı olaraq götürdüm. Davam edirəm. Message gəlib təkdə sayıla biləndə səndən mütləq article lazımdır. Article lazım olduğu üçün sən hamısını götürdün və məski variantını götürdün. Heç nə ilə artıq maraqlanmırsan. Təbii ki, of-u da görə bilərdin, amma message isə mənim üçün burada ən önəmli faktor idi.
və dən gördüm. Müqayisə dərəcəsidir. Much nicer olardı. Sildin. Most'u sildin və most'u sildin. Nice adi dərəcədə verilibdir. Doğru variantında. Variantına gedəcəkdim. Görmüşəm və dən görmüşəm. Yadda saxlayıram ki, best üstünlük dərəcəsi sildim. Dən müqayisə dərəcədir. Adi dərəcəni sildim və adi dərəcəni sildim. Üstünlüyü sildim. A better football player tamamilə doğru ifadə idi. Götürdüm. Əzəz gördüm. Adi dərəcə idi və esti, eri və maçı monu siləndən sonra doğru variantımı dərhal götürərəm. Dən gördüm müqayisə dərəcəsi. Mostu, esti və mor bir cümlədə gəlməz. Dərhal siləndən sonra adi dərəcəni silirəm. Müqayisəyə getdim. Dirty. Baxın. Vay ilə bitibdir. Vay hərfi ay hərfinə çevrilir. Eğer qəbul edir, çox hecalı olsa belə. 57-yə getdim. Parrot gəlibdir. Təkdə və sayıla biləndə sənə mütləq artikel lazımdır. Artikel lazım olduğu üçün mən hamısını silirəm, götürə biləcəm. Yalnızca C variantıdır. The most colorful. In təbii ki, sənin orada açar sözündür. Ona fikir verərsən, amma mən dərhal birinci parrotu gördüm, artikel axtarmağa getdim. The exam was not. Təbii ki, tərcüməyə getməliyəm. Was not so difficult as I expected. Deyir ki, mənim gözlədiyim kimi çətin olmadı. Mən dərhal B variantını tərcümə ilə götürdüm. More difficult olması üçün dən olmalıydı, sildim. The most olmalıydı, sildim. Much more olmalıydı, sildim. As difficult'ın əzi ardıcılığı yoxdur, sildim. B variantı doğru variantdır. Was not yenə o şəkildə gedəcəm. The most profitable və yaxud da ki, more profitable dən olmalıydı, verməyibdir müqayisəyə getmək üçün və yaxud da ki, was not the most profitable was not so profitable as I calculated. Doğru variant C variantına gedəcəkdir. The most profitable verməsi üçün sənə tərcümə verməz doğrudur. Doğru olaraqdan hesabladığım kimi deyir ki, xeyirli gəlirli olmadı və burada da D variantı yenə deyirəm, was not profitable. Ardıcılığı mütləq gəlməlidir ki, düzgün tərcümə gedə bilsin. So profitable as isə gözlədiyim kimi, yəni hesabladığım kimi gəlirli deyildi mənasına da. Təbii ki, tərcüməyə getməliydim buradan. Bana üstünlük dərəcəsi gördün, isim cəmdir. A more miserable problems deyə bilməsən, əlbəttə ki, the most olardı, sildim. More miserable one of-a görə özünü doğrultmur və much more yenə də o şəkildə. Çünki üstünlük dərəcəsini açar sözünü veribdir. The most miserable doğru variant. Y variantına gedəcəkdir. İsim gəlibdir, amma one of-u da unutmayaq. Məhz bu səbəbdən də the most olardı, sildim. The most inevitable doğru variant B variantı olaraq götürdüm və more müqayisə dərəcəsi sildim. Much more müqayisə dərəcəsi sildim. Doğru variantım B variantı idi one of-a görə və müqayisə dərəcəni də Y variantından sildim. 62 ilə davam edirəm. A little gördüm müqayisə dərəcənin açar sözdür. A little, much, a lot, far, slightly müqayisə dərəcənin açar sözləridir və dərhal long'ını götürərəm. Çünki more-dan bir cümlədə gəlməz. Most üstünlük dərəcəsi də most-dan bir cümlədə gəlməz. Beri gördüm adi dərəcədə, o səbəbdən də eri birinci hissədən sildim. Gedirəm dənə. Müqayisə dərəcəsi o səbəbdən də üstünlüyü sildim. Doğru variantım more-la bir cümlədə gəlməz. Sildim. Doğru variantım A variantıdır. Çünki Helen is very smart and smarter than her sister. Çox ağıllıdır və hətta deyir ki, bacılarından da belə ağıllıdır. Adi dərəcə gördüm. Eri və S siləcəm. Dənə getdim. Müqayisə dərəcəsi veribdir. Most'dan bir cümlədə gəlməz, more-dan bir cümlədə gəlməz və more-dan bir cümlədə gəlməz. Doğru variantım C-yə gedəcəkdir. Very calm, calmer than his brother. Gedirəm 65-ə və the novel is görmüşəm. Burada ikinci hissədə dən görmüşəm. Is the most interesting olardı. Dərhal sildim. Is the most interesting. Digərlərini hələ saxladım. İkinci hissədə müqayisəyə getməliyəm və mütləq ki, more interesting-i görməliyəm. İndi deyir ki, the novel written by this author is interesting. More interesting than the other one. Doğru variant dərhal ki, C variantına gedəcəm. Yəni, birinci hissədən silə biləcəm. Yalnızca A variantı oldu. İkinci hissədən isə bütün adi dərəcələri siləndən sonra dənə görə C variantını doğru variant olaraq götürdüm. Yəni, o tipli bir şeydir. Birinci
İkinci hissədə mostdan S-i silirəm və more long ola bilməz, tək hecada longer olardı. Digərlərini saxladım. Gedirəm ikinci hissə üçün than veribdir. Təbii ki, mənə mütləq müqayisə dərəcəsi lazımdır. S-dir adi dərəcəni more eri siləndən sonra doğru variantım C variantına gedəcəkdim. Davam edirəm is. However görmüşəm üstünlük dərəcəsi. O səbəbdən də müqayisə dərəcəni, adi dərəcəni müqayisə və adi dərəcələr siləndən sonra is the most important one doğru ifadə idi. Trip gəlib təkdə sayıla biləndir. Və artiklı da qarşıda veribdir və as shortest olmaz. O səbəbdən sildim. Üstünlük dərəcələrini, digərlərini saxladım. Gedirəm ikinci isə elitil müqayisə dərəcənin açar sözüdür. Adi dərəcəni və more longu və üstünlük dərəcəni sildim. Çünki başa düşürəm ki, longer olmalıydı. Və long isti də siləndən sonra doğru variantım C variantına gedəcəkdir. Short trip we can make a little longer. Doğru variantım C variantıydı. To gördüm adi dərəcədir. O səbəbdən də üstünlük dərəcəsi və müqayisə dərəcələri sildim. Digərlərini saxladım. Gedirəm, davam edirəm. As students. Once görmüşəm. Mənə mütləq ki, yaxşı, üstünlük dərəcəsi, yəni artikl lazım olar, amma hər halda baxaq. These questions are too easy. As students, more difficult ones. Mən dərhal buradan B variantını götürərəm. Çünki əgər Y variantını götürsəm, the most difficult ones olardı. Yəni üstünlük dərəcəsinin göstəricisi burada D artiklı yoxdur. O səbəbdən də B variantını götürdüm. To görmüşəm adi dərəcədir. O səbəbdən də eri sildim. Gedirəm ikinci hissəyə və deyir ki, these books in English are too simple. You need more difficult ones. Mən doğru variant olaraq C variantını götürdüm. Çünki the most difficult ones olardı. Y variantını dərhal sildim. Is as more beautiful. Təbii ki, as arasından more girə bilməz. Dərhal sildim. More beautiful than olmalıydı. More'u verməyibdi. Dərhal B variantını sildim. As beautiful as doğru variantı C variantı. As arasına most girə bilməz. Sildim. As'i burada veribsə, burada da as olmalıydı. D variantını sildim və C variantını doğru olaraq saxladım. Ofo gördüm üstünlük dərəcəsi. Məhz bu səbəbdən də most talkative dərhal götürdüm. Much müqayisə dərəcəsi. More'da olmalıdır əlbəttə ki. Adi dərəcə adi və müqayisə dərəcələrini silirəm. Açar sözlər. Məhz bu səbəbdən bu qədər önəmlidir. Ofo üstünlük dərəcəsi idi. Adi dərəcəni müqayisə dərəcə göstəricisini, müqayisəni sildim və üstünlük dərəcəsini getdim götürdüm. Dən görmüşəm müqayisə dərəcədir. More bir cümlədə gəlməz. Good adi dərəcədir. Worse üstünlük dərəcəsi. Worse olması üçün sənə mütləq isim lazım idi. Dəndən əvvəl verməyibdi. Sildim. Doğru variant better than olmalıydı. Gedirəm is not veribdir və is not so hot than. Təbii ki, sodan sonra dən gələ bilməz. Sildim. Is not as hot as it was. D variantını doğru olaraq götürdüm. Sodan sonra müqayisə gəlməz. Sildim və is not hotter than olardı. C variantını sildim və much hotter olardı. G variantını sildim. Doğru variantım D variantına gedəcəkdi burada. Və it-dən görmüşəm müqayisə dərəcəsi və müqayisə dərəcəsi olduğu üçün birinci hissədə mən much-ı, few-nu və many-ni dərhal sildim. İkisi arasından qalanda used to, we used to because we are trying to stay healthy. To stay healthy hazır ifadədir. Doğru variantı olaraqdan götürürəm. To stay healthy ifadəsi olmaz. Baxmayaraq ki, biz deyirik ki, feildən sonra zərf gələcəkdir. Amma bunu biz hazır idiom kimi qəbul edirik. To be healthy və ya to stay healthy o şəkildədir. O səbəbdən də C variantım doğrudur. Davam edirəm. Is nöqtələrdən sonra dən gördünsə, əgər oldu-nu, eldi-ni mən müqayisə edirəmsə, yadda saxla ki, eldir üstə gəl isim olduğu təqdirdə oldur, dərhal üstə gəl dən özündən sonra tələb edəcəkdir. Mən burada dən gördüyüm üçün hamısını sildim və təbii ki, oldu-nu doğru götürdüm. Oradan zaten bir cümlədə gəlməzdir. Yeni nöqtələrdən sonra dərhal dən görmüşəm və başa düşürəm ki, mən mütləq müqayisə dərəcəsi lazımdır. Hamısı müqayisə dərəcəsi verib getməliyim tərcüməyə. Kate is 13, so Kate is 3 years younger than Mike. Younger, çünki Mike'ın 16, Kate'in də 13 yaşı varsa, Kate ondan 3 yaş daha
gəncdir. Və gedirəm nöqtələrdən sonra D görmüşəm. Mənə mütləq article lazımdır, amma yadda saxlayır ki, yelik halından sonra article-a ehtiyac yoxdur. Can't wait for them any longer. It is her busiest olacaqdı. More busy olmaz təbii ki, təkəcaldır. S olmalıydı və ya R olardı, sildim və mostdan S bir cümlədə gəlməz. As busy sənə heç bir təqdirdə tərcümə verməz, ümumiyyətlə əzi yoxdur. Mostla R bir cümlədə gəlməz. O səbəbdən doğru variantıdır. Money gəlib təkdə sayıla biləndə, dəni də sayıla bilməyəndə və dəni də unutmayaq burada. Fiyonu dərhal silərəm, sayıla bilənlər üçün istifadə olunur. I spent less money than you. Because clothes which I bought were not most expensive. Təbii ki, burada düzgün sənə tərcümə verməz. Ümumiyyətlə sizəsi də yoxdur. Is not so expensive as yours. Doğru variantın B variantı tərcümə baxımından verdim. Deyir ki, mən daha az pul xərclədim. Çünki mənim aldığım paltarlar səninkilər qədər bahalı deyirlər. Və moru verərəm, amma buradakı növbəti hissədə more expensive than olmalıydı. Verməyibdi və E variantında da little adi dərəcə veribdi və mənə burada müqayisə dərəcəsi dənə görə lazım idi. Sildim. Getdim 81-ə. İsim gəlib təkdə sayıla biləndə mənə mütləq article lazımdır. Article mən emos və emor olaraq görürəm. Təbii ki, emos olmazdı, demos dərhal olardı. Hamısını siləndən sonra mənə yalnızca doğru variantım emor difficult one ola bilərdi. Yadda saxlayıram ki, müqayisə və adi dərəcədə article-dan dərhal istifadəyə get, əgər ki, nöqtələrdən sonra isim təkdə və sayıla biləndirsə. Təbii ki, bu üstünlük dərəcədə özünü göstərə bilməz, çünki üstünlük dərəcəsindəki article D article-ıdır. D article onu unutmayaq. Davam edirəm, adjektivləri deyir ki, burada seç. Sadəcə söz bazan olmalıydı. Difference, patience, səbir və fərqlilik deməkdir. Phonetics, fonetikada poetik, poeziya sayağı tiplisindən. Burada bu sifətdir. Poetik, amma ki phonetics təbii ki isimdir. Nice, ancient, qədim və gözəl. Götürərəm, honest, vicdandır. Vicdanlıdır necədir, amma reality, IT ilə bitibdir və bu reallıq deməkdir, isimdir. Poor kasıbdır, love, sevgidir, dərhal sildim. Gedirəm və burada doğru variantı nə oldu? Y variantı. Gedirəm, adjektivləri yenə səndən istəyir və reply cavab verməkdir və ya cavabdır. İsim və ya feildir, root göbutdur. Reply-a görə sildim. Safety, təhlükəsizlikdir, dərhal sildim. Noity, şuluqçudur. Normal, normaldır, lovely da sevimli. Y variantını doğru olaraq götürdüm. Hardship, çətinlikdir. Baxmayaraq ki, noisy, səs-küylüdür. Sənə düzgün tərcümə verərdi. Quality, keyfiyyət, rapidly, sürətlidir. Burada rapidly sifət olardı, amma quality isim idi. Doğru variant Y variantına getdi. Yenə adjektivləri səndən istəyir. Late, gec necə, queen, amma kraliçadır. O səbəbdən sildim. King kraldır. Openly isə sifəti dərhal sildin. Fearless qorxusuz, wealth var dövlətdir, sildin ona görə və humanity insanlıqdır, dərhal sildin. Careless laqeyd və ya diqqətsizdir variantında sifət və burada isimdə healthy sağlam necə, rare nadir necə, doğru variantın bu variant olaraq götürdüm. Əsas gördüm adi dərəcədir. Məhz bu səbəbdən də moru, eri, mostu, esti sildim. A variantını doğru götürəcəm. Və lectures gəlibdir. İsim var və much more olardı, dərhal sildim. During the vacation ayətəndə some. Some'dan sonra yadda saxla ki, article gəlməz, sildin. Ona görə də some interesting doğru variantım. Anı da siləndən sonra D olacaqdı. Advice gəlibdi, təkləri və sayılmır. Valuable, a very valuable və ya a more valuable advice ola bilməz. Much more olardı. Siləndən sonra doğru variantım D variantı olaraq götürəm. Very adi dərəcədir. Much'ı, mostu, moru və mostu siləndən sonra C variantını götürəcəm. İn görmüşəm üstünlük dərəcədir. Təbii ki, adi dərəcəni most bir cümlədə gəlməz. Sildim, larger da D olmalıydı. Sildim və larger olmazdı. Doğru variantım Y variantıdır. Çünki üstünlük dərəcənin açar sözü buradadır. Bana üstünlük dərəcəsidir. O səbəbdən də mən sədlini və yaxud da ki, most bir cümlədə gəlməz sildim. More müqayisə dərəcəsini sildim və most səd təkəcalda ola bilməz. Doğru variantım A variantı olacaqdı. E gəlibdi və bear təkdədir sayıla biləndi. This monkey is as big as a bear. Deyir ki, bu monkey bir bear kimi böyükdür. Mən A variantın sözünü düzü götürə bilərəm. Is the biggest olardı B variantı və more bir cümlədə gəlməz. Əzdən sonra müqayisə dərəcəsi most bir cümlədə gəlməz. Davam edirəm. D idi, təkdədir.
sayıla biləndi. Sənə mütləq artikel lazımdır. Mordan er bir cümlədə gəlməz. Mostdan s bir cümlədə gəlməz. Dryer sözü tək hecalıdır və erlə most bir cümlədə gəlməz. Sildin. As, dry, as ardıcıllığı yoxdur, ümumiyyətlə də tərcümə də verməz. Artiklı a drier day olacaqdı, daha quraqlıq bir gün. Mən gəlib təklədə sayıla biləndir, z'si də qarşıda verilibdir. The very olmaz təbii ki. Ama the most educated olar, the more olmaz, the much educated olmazdı, the educated, and educated mən olardı. O səbəbdən də cavabları silirəm, amma the most educated təbii ki, indi gəlib üstünlük dərəcəsini açar sözü dərhal verərəm Y variantına. In the test veribdir, üstünlük dərəcəsini açar sözünə hələ ki gedir. Mostess bir cümlədə gəlməz, more er bir cümlədə gəlməz. Easy tək hecalı kimi götürülür. Yəni er və ya s ilə düzəlməlidir. D variantını sildim. More easy də olmazdı. The easiest doğru ifadə olacaqdı. Dedi ki, sonu y, o w erlə bitənlər yanıca tək hecalılar kimi düzələr. Əzəz gördüm adi dərəcə. Və başa düşürəm ki, eri, mostu, moru və esti dərhal silərəm variantına gedəcəkdir. Person gəlibdir, in gəlibdir. Həm isim gəlibdir, həm də üstünlük dərəcənin açar sözü gəlibdir. Məhz bu səbəbdən də mən moru, əzi və adi dərəcəni silərəm. Most olmalıdır. The most sildim. Burada da D-ni verməyibdir. Doğru variantım. Y variantına gedəcəkdir. The most dərəcəni. Dəngəli müqayisə dərəcəsi. Adi dərəcəni sildim. Adi dərəcəni üstünlük və much, more olmalıdır. Sildim. Doğru variantım. D-yə gedəcəkdir. Dəngəli müqayisə dərəcəsi. Və adi dərəcəni üstünlük və much, more olmalıdır. Sildim. Doğru variantım. D-yə gedəcəkdir. Əzəz görmüşəm. Adi dərəcədir. Eri, moru, esti siləndən sonra bu variantını doğru götürəcəm əlbəttə ki, adi dərəcədə. Əzəz görmüşəm adi dərəcədə eri, mostu, moru və much, dollar olardı. Sildim, doğru variantım C-yə gedəcəkdir. Dən görmüşəm müqayisə dərəcəsidir. O səbəbdən də mən adi və üstünlük siləndən sonra açar sözüm olaraqdan da müqayisə dərəcəni görməli və mora getməliydim. Davam edirəm. Dən görmüşəm müqayisə dərəcəsi esti və cheap tək hecalı kimidir və moru siləndən sonra morla er bir cümlədə gəlməz dərhal. Yadıma düşür B variantını doğru olaraq götürürəm. Awful üstünlük dərəcəsi. Dərhal yadıma düşür ki, adi dərəcəni, müqayisə dərəcəni, much, more, növbəti müqayisə dərəcə və the most olmalıdır. Üstünlük dərəcəsi üçün silirəm Y variantını doğru olaraq götürürəm. Veri. Adi dərəcədir və müqayisəni, more er zaten bir cümlədə gəlməz, sildim. Üstünlük dərəcəsi və digər müqayisəni sildim. A variantını doğru olaraq götürdüm. However, üstünlük dərəcəsidir. Məhz bu səbəbdən moru, eri və adi dərəcəni sildim. Easiest olardı. Məhz bu səbəbdən B-ni sildim. A variantı doğru olacaqdı. However, girdim üstünlük dərəcəsi. O səbəbdən adi dərəcəni, müqayisə dərəcəni sildim. İkisi arasında qalanda təbii ki, the prettiest olmalıydı yeni. O səbəbdən də doğru olaraq götürdüm. More isə müqayisə dərəcəydi. Awful gördüm üstünlük dərəcədir. Eri adi dərəcəni sildim. İkisi arasında qalanda təbii ki, the tallest olacaqdı. Tək hecalıdır. Bəs bu səbəbdən də the most tallest olmaz. Mostla da ümumiyyətlə bir cümlədə gəlməz. Among görmüşəm üstünlük dərəcəsi. Məhz bu səbəbdən more er bir cümlədə gəlməz. Dərhal sildim. Mostess bir cümlədə gəlməz. The calmest olardı. Dərhal sildim və calm tək hecalıdır. B-ni siləndən sonra C-ni doğru olaraq götürdüm. The calmest olaraqdan. Among gördüm üstünlük dərəcəsi və adi dərəcəni sildim. Mostess bir cümlədə gəlməz, sildim. Müqayisəni sildim. İkisi arasında qalanda yeni Z olmadığının fərqinə varıram. A variantını doğru olaraq götürürəm. Dən gördüm müqayisə dərəcəsi və adi dərəcəni, üstünlük dərəcəni siləndən sonra amaçdan sonra more gəlməlidir ki, müqayisəyə geçsin. O yadıma düşür. Bu variantını doğru olaraq götürürəm. In görmüşəm üstünlük dərəcəsidir və morla er bir cümlədə gəlməz. Dərhal sildim. Adi dərəcəni siləndən sonra müqayisə
müqayisəni sildim. Mostess bir cümlədə gəlməz. Doğru variantım D variantına gedəcəkdir. O fall gördüm üstünlük dərəcəsi. Morundan bir cümlədə gəlməz. Mostess bir cümlədə gəlməz. Mor ümumiyyətlə müqayisə dərəcəli dərhal sildim. Matchlə müqayisə dərəcə göstəricisi doğru variantım The Prettiest olmalıydı. Davam edirəm və however görmüşəm üstünlük dərəcəsi müqayisəni və deməli mostu və tolası dərhal silirəm. Çünki burada D verməyibdi. Burada da S olmalıydı. Tək hecalı olduğu üçün B variantım da tolas doğru ifadə edir əlbəttə ki. Dən görmüşəm. Müqayisə dərəcədə Fiona və Little dərhal silərəm. Üç arasında qalanda gedirəm İkinci hissəyə və deyir ki, I spent less time than you because this problem that I solved wasn't so difficult as yours. Doğru variantı mən B variantı olaraq dərhal götürdüm. Most olardı A variantını sildim. Və burada C variantı sənə düzgün tərcümə verməz. Deyir ki, mən səndən daha az vaxt sərf elədim. Çünki mənim həll etdiyim test səninki qədər çətin deyildi. Məhz bu səbəbdən də B variantı burada sənə doğru tərcüməni verir. Gedirəm 115-ə və position sözü görmüşəm. Təkdədir, sayıla bilir. Veri gəlib də adi dərəcədədir və was artiklım yuxarıda verilibdir və much more olardı sildim. Adi dərəcə gəlibdir veri olaraqdan. Bu səbəbdən moru as vulnerable as-i silməliydim. Çünki növbəti hissədə ardıcıllıq yoxdur. Very so ifadəsi mövcud olmadığı üçün a very vulnerable position çox deyir ki, həssas bir pozisiyaydı. Davam edirəm, behavior sözü gəlibdir buradan və have ever üstünlük dərəcəsinin göstəricisi var. O səbəbdən adi dərəcəni, müqayisə dərəcə göstəricisi. Siləndən sonra ikisi arasında qalıram, başa düşürəm ki, the most violent olardı. Məhz bu səbəbdən B variantını doğru götürürəm. However üstünlük dərəcəsidir və başa düşürəm ki, müqayisəni, adini, maçı və adi dərəcəni silirəm. B variantını doğru olaraq götürürəm. However üstünlük dərəcəsidir. Adi dərəcələri dərhal silməliyəm. Maç müqayisə dərəcəsi göstəricisidir. Mor müqayisə və doğru variantım D variantına gedəcəkdir. One of üstünlük dərəcəsi gördüm və müqayisə üçün göstərici və adi dərəcə müqayisəni siləndən sonra doğru variantım B variantı olaraq götürürəm. Sifətləri istəyirsəndən burada geniş yayılmış və çətinlik. Çətinlik isimdir, geniş yayılmış isə sifəti. Fascinating heyrətamiizdir. Sifəti amma nutrient isə qida maddəsi isimdir. Sildim. Affordable, yəni imkan oluna biləndi götürdüm. Preslənmiş isə sıxılmış isə condensed sifətdir. Doğru variant Y variantı olaraq götürdüm. Entire tam bütöv sifət götürürəm, amma obstacle maneədir və yanlışdır. Glory şöhrətdir, götürə bilmirəm. Loyal sadiqdir, götürərəm. Yəni sifət olaraqdan, lakin ikisi də sifət olmalıydı. Davam edirəm, very gördüm adi dərəcə olaraqdan və müqayisəni, üstünlüyü və was very-dən sonra so və ya as gələ bilməz. Sustainable doğru olaraqdan D variantıdır. Veri görmüşəm adi dərəcədir, müqayisə göstəricisi və yaxud da verdən sonra so, as yenidən gələ bilməz üstünlüyü siləndən sonra doğru variantım D variantına gedəcəkdir. However görmüşəm üstünlük dərəcəsi və yadımda saxlayıram ki, əslində biz deyirik ki, feil üstəgəl adverb ardıcıllığı özünü doğruldur. Lakin yadda saxlayaq ki, bəzi feillər vardır ki, və taste, sound, look, seem və yaxud da ki, feel, ən məşhur feillər hansı ki, bu feillər özündən sonra sifət tələb edirlər. Taste zərfi siləndən sonra variantçı variant olacaqdır. Yadda saxlayıram ki, adjective plus ly bərabərdir adverb. Bunu unutmayaq. Və bu 99% halda özünü bu şəkildə doğrulur. 10% var ki, həm sifətlər, həm zərfləri birazdan qeyd edərəm. Tu görmüşəm adi dərəcədir. Moru, mostu, moru siləndən sonra ikinci hissələr qalır və dən görmüşəm müqayisə dərəcədir. Adi dərəcəni üstünlüyü siləndən sonra doğru variant təbii ki, mənə burada A variantı qalacaqdır. Mostu da bu hissədən silməliydim dənə görə. Gedirəm, davam eləyirəm.
Was, however, üstünlük dərəcəsidir. More və digərlərini hələ ki saxlayıram. Everything was well organized, so that was the most fantastic part. Mən C variantını götürürəm. Dangerous sənə təhlükəli, dalı sıxıcı, worst ən dəhşətli. Tərcümə də burada çox vacib bir hal idi. Gedirəm C variantını götürürəm. Əzəz adi dərəcədir. İkinci hissədən geçsəm, təbii ki, moru, better ifadəsi ümumiyyətlə yoxdur və moru silərəm. Gedirəm birinci hissəyə. Much professional ola bilməz. Was very professional ola bilər. Much more olmalıdır. Çünki C variantını doğru olaraq götürdüm. Əzəz görürəm adi dərəcədir və moru, eri, esti siləndən sonra adi dərəcə variantını götürürəm. Əntli cümlədə birinci hissə hansı dərəcəsi, ikinci hissədə o dərəcəyə gedəcəkdir. Dəndir. Müqayisə dərəcədir. O səbəbdən də mostdur. Müqayisə adi mümkün deyil. Üstünlük, müqayisə belə bir ifadə zaten mümkün deyildir. Warmer, more pleasant doğru variantıdır. Burada da warmer olmalıydı ki, Y variantı doğru olsun. Yəni əntli cümlədə birincisi hansı dərəcəsi, ikincisi o dərəcə olmalıdır. Daha sonra gedirəm açar sözləri görürəm. Əntli cümlədə yenə başa düşürəm ki, mütləq ki, eyni dərəcələrə getməliyəm və eyni dərəcələrim hardadır. Mən S-lə eri sildim, R-lə adi dərəcəni sildim və R-lə üstünlük dərəcəsini sildim. Adi streets, widest and cleanest zəndə gəlibdir. Müqayisə dərəcəni açar söz üstünlüyü siləndən sonra doğru variantım D variantına gedəcəkdir. One of gəlibdir üstünlük dərəcəsi. Təbii ki, mən burada deməli, mütləq üstünlük dərəcəsi götürməliyəm. Eri, adi dərəcəni sildim. Great tək hecaldı, mostu və moru müqayisə dərəcə olaraq sildim. The greatest olacaqdı doğru variant. Y variantı birinci hissədən silməyim kifayət etdi tam olaraqdan. Dən görmüşəm. Orada da həmin şeydə and kimidir. Birincisi hansı dərəcəsi, ikincisi də o dərəcə olacaqdı. More, narrow olmaz. Narrow var olardı. A variantını sildim və dənə görə adi dərəcəni sildim, üstünlük dərəcəni sildim, doğru variantım D variantıdır və üstünlük dərəcəni də dərhal silirəm. In my life görmüşəm, üstünlük dərəcəsidir və adi dərəcəni, müqayisəni, adi dərəcəni sildim. Veridən sonra mütləq ki, adi dərəcə gələrdi. Siləndən sonra most S1 cümlədə gəlməz, doğru variantdan the prettiest olacaqdı əlbəttə ki, Y variantı olaraqdan. Gedirəm, dən görmüşəm, müqayisə dərəcəsi much more olardı. Doğru variantım dərhal B variantıdır. More successful olması üçün burada bir isim də lazım idi. Lakin isim burada verməyib. O səbəbdən sildim. Successful dərhal silərəm və yaxud da ki, yeni də silərəm. Adi dərəcələr mümkün deyildir. Dən gəlibdir müqayisə dərəcəsi. A variantını dərhal götürürəm. Younger olması üçün dərhal isim gəlməli idi. İsim verməyibdir. Bax, burada verməli idi. Sildim. More bir cümlədə gəlməz. Sildim. Müqayisə dərəcədən də o səbəbdən üstünlük dərəcəni və ya adi dərəcəni silirəm. However, gördüyüm üstünlük dərəcəsi məhz bu səbəbdən də mən adi dərəcəni, müqayisə dərəcəni sildim. The best terrifying də olması, D belə olsa belə olmaz. Çünki ən yaxşı qorxulu olmaz, ən qorxulu olar doğru variantım C variantıdır. Və nöqtələrdən sonra isim gəlibdir. Dresses cəmdədir. Good dresses ola bilməz. Better dresses ola bilməz. Kökdən dəyişir. Good dərhal silərəm. On their best dresses. Mən A variantla C variantı arasında qalanda yadımda saxlayıram ki, yəli əvəzindən sonra heç vaxt article gəlməz. Sildim. C variantını doğru olaraq götürdüm. Dən görmüşəm. Müqayisə dərəcəsi. Verməyim üçün mənə burada mütləq isim lazım idi. Verməyibdir. Sildim. The most olmalıydı. Zaten dənə görə mümkün deyildir. As adi dərəcə göstəricisi adi dərəcədir. Y variantı doğru olacaqdı və gedirəm yenə dən görürəm müqayisə dərəcəsi, adi dərəcəni, üstünlük dərəcəni, adi dərəcəni sildim və evi olmağı üçün sən burada isim görməliydin. Yəni dolayısıyla dərhal burada isim görməliydin. Görmədim, mən more dangerous-ı dərhal doğru götürdüm. You have tried olubdu və üstünlük dərəcəsinə gelibdi avtomatik və what is
İkisi də eyni dərəcəyə getmədi, çünki əndlidir. İkinci hissəni adi dərəcə verib. What is the most delicious and softest? B variantı doğru verən. Birinci hissədə Z veribsə, ikinci hissədə artıq Z-yə ehtiyac yoxdur. More air zaten bir cümlədə gəlməzdi və however üstünlük dərəcəsi açar sözüdür. The softest olmalıydı. O səbəbdən sildim D variantın. And birinci hissəndə more delicious və yaxud da ki softer olardı. You have tried gedibdi zaten. Mütləq ki, üstünlük dərəcəsinə müraciət etmək istəyibdi. What is you have had? Və indiyə nə qədər demək istəyir? Üstünlük dərəcəsinə getmək istəyir. Adi dərəcəni more air bir cümlədə gəlməz. Atdım müqayisəni. Atdım bestlə. The best arasında qalanda təbii ki, what is the best ən yaxşısı? Hansı üstünlük dərəcəsindəkini unutmuram. Yadımda saxlarım ki, yəlik əvəzliklər və yəlik haldan sonra article gəlməz. Amma digər hallarda üstünlük dərəcəsində mütləq ki, artiklı görməsin. However gördüyüm üstünlük dərəcəsi müqayisəni adını və yaxud da ki, most atarım. Belə bir ifadə mövcud deyil. The most olmadı, B variantını götürdüm. Məhz bu səbəbdən də cını atdım, desin verməyibdi. Əz veribdi burada. She is not so famous as a writer. She is more famous. Burada əzdən sava eyni zamanda dəni də veribdi. Məhz bu səbəbdən bu testdə çox diqqətli davranmalıyam. Birinci much more olardı. Dərhal ataram. Most'u dərhal ataram. Belə bir ifadə mövcud deyildir. Digərləri arasında qalmağa dəyər. Diqqətli olmalı. Dəni gör, əzi gör və yadda saxlayıram ki, she is more famous as a writer than an actress. Than as an actress deyir ki, o yazıcı kimi daha məşhurdur. Nəinki bir aktrisa kimi. B variantını doğru götürdüm. Digərləri isə sənə heç bir təqdirdə nə düzgün qramər, nə də ki, düzgün tərcümə verməzlər. Hamını else ifadəsi mövcud deyildir. İsim gəlib də azırsan sonra isim heç bir təqdirdə gəlmir. Unutmayaq. Sildim ənada üstəgəl isim mütləq ki, tək olmalıydı. Sildim. More ifadəsi doğrudur. More'dan sonra sayılacağım sayılmayan tək. Hamını des ifadəsi tamamilə doğrudur. 2, 3 doğru olacaqdı.